sizin problemlər diz oynağında idi. Bəli, diz oynağında. Rentgen çəkmişdik, sol diz 4-cü dərəcə, sağ dizə 3-4 dərəcə yazmışam. Bəli. Və sizin o vaxt çox şiddətli ağrılarınız vardı, yeriyə bilmirdiniz. Hər iki dizinizə 3 dəfə təkrarlanan ozon elədik. Həmçinin yoldaşıma. Yoldaşınıza da. Bəli, yoldaşıma. İndi mənə deyin görün, bu 3 il ərzində ağrılarınız o vaxtdan bura neçə vaxtı başlayıb? Demək olar ki, o vaxtdan bəri 20 gün fərqə qədər mən olmuşum cavan bir oğlan. Ay maşallah, əlin də cavansın. Deməli, son 20 gündə, 3 il ərzində son 20 gündə ağrı başlayıb. Son 20 gündə mənim ağrılarım başlayıb. Həmən o sizin müalicədən sonra baxmayaraq. Mən özümü gözlədim, siz mənə məsləhətlər verdiniz ki, yəni belə ağır şeylərə girişmə, onun vaxtında müəyyən proseduralar eləməlisən, onları elədik, şükür Allaha yaxşı idi, hər şey qaydasında idi. Amma faydasını biz 6 ay bir standart deyirik, yəqin ki, də vaxt elədim, amma 3 ilə qədər bu qədər rahatlamaq, bu ideal bir nəticədir. Çox rahat. Yəni o demək ki, həm bizim müalicəmiz, həm də sizin özünüzün tapşırıqlar, tövsiyələri yerinə yetirməyiniz bu qədər uzun müddətdir. Sizin o tapşırıqlarınız çox gözəl idi.